Tamam, her vaxtınız xeyir. Bugün Word'ün digər tablarını sizə keçəcəm. Hansı ki, biz keçən dərs home və insert keçmişdik. Bugün yerdə qalanları gəlin keçək. Birinci başlayaq dizaynla. Dizayn ən asan tablarımızdan biridir. Dizayn nə üçündür? Bildiyimiz dizayn işlərini tətbiq etmək üçündür sənədimizə. Cəmi içərisində iki dənə lent qrupu var. Baxın, biri document formattingdir, digəri isə page background. Dokument formattingin içərisində hazır temalar, yəni hazır şablonlar var, hansı ki, istədiyiniz birini seçib sənədinizə tətbiq edə bilərsiniz. Məsələn, gəlin yəni başqa bir şablon seçək. Ta ki, bu şablonu seçdik. Baxın, şablonu seçəndə, baxın, avtomatik olaraq mənim obyektimin də rəngi dəyişmiş oldu. Sonra burada başqa nələr var? Məsələn, seçdiyiniz temanın rəngini dəyişə bilərsiniz, yazı fontunu dəyişə bilərsiniz, paragraf aralarındakı boşluğu tənzimləyə bilərsiniz. Paragraf bilirsiniz də, abzas deməkdir. Ondan sonra effekt verə bilərsiniz. Bir də set as default olaraq təyin edə bilərsiniz. Bu nə deməkdir? Elə bil ki, siz hər dəfə proqrama daxil olanda sənədiniz həmin temada olmuş olacaq. Bir də default olaraq təyin etmək, bunu susma halında təyin etməklə eynidir. Sonra gəlir page background. Bildiyimiz arxa fon işlərini burada tətbiq eləyir. Məsələn, birinci gəlir watermark. Watermark su nişanıdır. Məsələn, kursun kitablarında görürsünüz ki, hər səhifənin yəni arxasında atributun loqosu və adı yazılır. Əslində o nədir? Yəni watermarkdır, su nişanı. İki cür su nişanı var. Deməli, custom watermarkın içərisinə daxil oluruq. Burada belə bir dialoq pəncərəsi açılır. Picture var, bir də text var. Məsələn, gəlin birinci text formatında təyin edək. Məsələn, buraya yazaq, dərs oxuyun. Dərs oxuyun yazdıq. Səhv yazdım, özür dəqiqə, dərs oxuyun. Məsələn, bunu horizontal və yaxud diagonal şəkildə təyin edə bilərsiniz. Ölçüsünü tənzimləyə bilərsiniz, rəngini, ondan sonra fontunu seçə bilərsiniz buradan. İndiyə qədər bu hissədən düşməyib qəbula. Amma deyə bilər ki, watermarkın dialoq pəncərəsindən hansı əməliyyatları yerinə yetirmək olar. Dilini dəyişə bilərsiniz tekstin. Sonra burada gördüyünüz rəngdir, ölçüdür, fontdur, layout, yəni istiqamətidir. Bunlar mövcuddur. Məsələn, OK desək, baxın nə olacaq? Hər səhifənin, biraz ekranı balacalaşdıraq, hər səhifənin ortasında yazıb ki, dərs oxuyun. Bu olacaq bizim nə? Su nişanımız. Su nişanını ləğv eləmək üçün remove deyib silə bilərsiniz. Eyni zamanda şəkil formasında da olur. Buradan picture deyərsiniz. Sonra picture deyəndən sonra avtomatik olaraq select deyib hansısa bir şəkli seçməlisiniz. Deyirəm, kompüterimdə olan bir şəkillərdən olsun. Baxın, açıldı burada. Yəni, gəlin birini seçək, sənədimizə tətbiq eləyək. Baxın, hər səhifənin arxa fonunda bu şəkil olmuş olacaq. Yenə bunu da ləğv eləyək, remove deyib, baxın. Sonra gəlir page color. Color rəng deməkdir, page də səhifə deməkdir. Deməli, nə edəcək? Səhifənin arxa fonuna rəng vermək üçündür. Çaşdırmaq üçün qəbula sala bilər bunu. Məsələn, deyər ki, oxuş arasını göstərir ki, page color nə işə yarayır. Variantlar isə müxtəlif cür verə bilər. Ola bilər ki, məsələn, abzasın arxa fon rəngini dəyişmək, sətrin, şəklin və s. kimi variantlar verəcək. Amma siz mütləq şəkildə səhifəni götürməlisiniz. Biraz tərcümə eləsəz əslində bu tip əmrlər sizə daha asan gələcək. Çünki page səhifə deməkdir. Sonra var page border. Page səhifə, border çərçivə. Deməli, səhifəyə çərçivə vermək üçündür. Burada müxtəlif seçimlər var. Birini seçə bilərsiniz. Seçdiyiniz deməli çərçivələrin stilini buradan təyin edə bilərsiniz. Color rəngini təyin edə bilərsiniz. Enini, eyni zamanda müxtəlif dizaynlarda var. Birini seçib istifadə edə bilərsiniz. Ondan sonra bir də burada apply to hissəsi var. Yəni deyir ki, tutalım ki, sən deyir bu çərçivənin bütün sənədə tətbiq elə, sadəcə bu hissəyə, ondan sonra yəni seçdiyim cari hissəyə, ondan sonra yazıb ki, this section first page only. Deyir ki, yalnız birinci səhifəyə çərçivə tətbiq olunsun. Ən axırıncısı isə deyir ki, this section all except first page. Except ingilis dilində istisna deməkdir. Deyir ki, birinci səhifə istisna olmaqla hamısına tətbiq olunsun. Sonra option hissəsindən də, yəni burada gördüyünüz tənzimləmələrdir. Yəni burada siz çərçivənin sol, sağ, aşağı və yuxarı kənar boşluqlarını təyin edə bilərsiniz.
Ve burada da seçimler var. Bakın ve burada PT yazıp bunun point demektir. Point sözünün kısa yazışıdır. Nam da deyip çerçeveni ləğv eləyə bilərsiniz. Ondan sonra gəlir bizdə layout tabı. Layout tablo içərisində nələr var? 3 dənə cəmi lent qrupu var. Mütləq şəkildə hər tablo hansı lent qrupa aiddir onu bilməlisiniz. Page setup var, paragraf var, bir də arrange var. Page setup ümumiyyətlə bildiyiniz səhifə parametrlərindən bağlı olanları özündə saxlayır. Birinci gəlir margin. Margin kənar boşluq deməkdir. Səhifənin yuxarı, aşağı, sağ və sol boşluqlarını təyin edə bilərik. Burada standart ölçülər var. Eyni zamanda custom margin içinə baxın, daxil olursunuz. Burada belə bir pəncərə açıldı. Ümumiyyətlə bu həmçinin page setup'ın elə dialoq pəncərəsidir. Burada yuxarı, aşağı, sağ və sol boşluqlar üçün özünüz ölçü təyin edə bilərsiniz. Baxın, əsasən bu dissertasiya işlərində, diplom işlərində, elmi məqalələrdə və s. daha çox istifadə olunur. Çünki müəssisə tərəfindən bizə deyilir ki, tutaq ki, soldan, sağdan və aşağı və yuxarıdan 2 sm məsafə təyin edin. Bu dəyişir. Sonra orientasiyasını buradan dəyişə bilərsiniz və s. Sonra elə orientation əmri ayrıca da var burada. Ümumiyyətlə siz page setup'ın içinə hansı əmrlər daxildir, onları mütləq şəkildə bilməlisiniz. Orientasiya iki cür olur. Var portret, bir də var landscape. Portret kitab formasında da, landscape isə album formasındadır. Məsələn, seçim sualı kimi qoya bilər ki, aşağıdakilərdən hansı orientation əmrlərinə daxildir? Sonra size var. Size burada səhifənin ölçüsüdür. Səhifənin ölçüsü A3 ola bilər, A4, A5 və yaxud başqa ölçülər də var. Hansı ki, heç bunların adlarına ehtiyac yoxdur. Onsuz ölçü hissəsi aşağı hissəsində qeyd olunub. Kolon var. Kolon sənədin sütunlara ayrılması üçündür. Yadda saxlayın, sənədi maksimum 45 sütuna ayıra bilərsiniz sütuna. Məsələn, burada line bitmin əmri hal-hazırda deaktivdir. Çünki bunun deaktiv olmasının səbəbi burada 1 seçilməlidir. Mən ən azı 2 sütun seçməliyəm ki, onlar arasında line nə deməkdir? Line xətt deməkdir, düzdür. Xətt qoya bilim. Baxın, üzərinə klikləyəndə burada artıq preview hissəsində görmək olur. Ondan sonra dedik ki, burada maksimum 45 sütun ayırmaq oldu. Apply to hissəsindən siz bütün sənədi də sütunlara ayıra bilərsiniz. Sadəcə seçdiyiniz hissələri də sütuna ayıra bilərsiniz. Birik hissəsi var. Birik ümumiyyətlə kəsmək, qırmaq bu cür tərcümə olunur. Əslində tərcüməsi də biraz yenə sizə kömək olacaq. Burada olan əmrlər nə işə yarayır? Page, next page növbəti səhifəyə keçməkdir. Column növbəti sütuna keçir. Text wrapping növbəti sətrə keçir. Continuous özü müəyyən qədər section ayırıb həmin hissəyə keçir. Even page sənədin cüt nömrələnməsi, odd page isə sənədin tək nömrələnməsi üçündür. Ümumiyyətlə, sənədin nömrələnməsi, daha doğrusu səhifənin nömrələnməsi insertda header footer lent qrupunun içində page number əmridir. Amma desə ki, tək və cüt nömrələmə bu yerləşəcək layoutda page setup'ın içində. Sonra bizdə gəlir line number. Line sətirdir, number-da nömrələmək. Deməli, sətirlərin nömrələnməsi üçündür. Gəlin belə bir ümumiləşdirmə deyək. Deməli oldu, abzasın nömrələnməsi Home-da. Səhifənin nömrələnməsi insert-da, bunu qeyd dəftərinizdə mütləq şəkildə yazın. Sətrin nömrələnməsi isə layout-un içində yerləşir. Page setup-ın dialoq pəncərəsi də var. Sağ aşağı küncə vuranda açılır. Bayaq da elə mərcinə kastıma daxil olununda bu hissə açılmış olmuşdu. Bunun 3 dənə başlığı var. Bir dəfə magistr qəbuluna düşür. Margin, PP layout. Sual kimi yenə düşə bilər. Deyər ki, page setup dialoq pəncərəsində hansı başlıqlar var? Margin, PP layout. Eyni burada gördüyünüz əmrlər ilə buradakı əmrlərdir. Bir də var hyphenation var. Əslində biraz baxanda başa düşmək olur. Hyphenation deməli sözün sətirdən sətrə keçirilməsi üçündür. Tutaq ki, məsələn, sətrin kifayət eləməyəndə avtomatik olaraq özü def qoyur, sözün digər hissəsini növbəti sətirdən yazır. Sonra gəldi paragraf. Paragraf bilirsiniz, abzas deməkdir. Paragraf lent qrupu 2 dənə tabda yerləşir. Həm Home-un içində paragraf var. Amma Home-un içindəki paragrafın içində əmrlər kifayət qədər çoxdur və müxtəlifdir. Amma layoutdakı paragraf çox sadədir. Sadəcə sol, sağ, aşağı və yuxarı boşluqların müəyyən edilməsi üçündür. Ta ki, mən burada left hissəni bir təyin edməyim,
Bu onu bildirir ki soldan sağa doğru 1 santimetr məsafənin qoyulmasını bildirir. Right də həmçinin sağdan məsafə üçündür. Sonra bizim əmrlərimiz hansılardır? Arrange-in içində olanlar. Var position, bir de var regex. Tələbələr bunu bəzən qarışdıra bilirlər. Position sən obyektin səhifədə istiqamətinin təyin edilməsi üçündür. Səhifədə yerinin müəyyən edilməsi üçündür. Baxın, burada gördüyünüz pozisiyalardan birini seçə bilərsiniz. Regex isə obyektin yazı ilə istiqamətinin təyin edilməsi üçündür. Sonra var bring forward, bir də send backward əmrləri var. Bu iki əmr əslində biz insert'ün içində shape əlavə edəndə də bunlar yaranır. Baxın, obyekt əlavə eləmişəm. Avtomatik həmçinin yuxarıda nə yaranır? Shape format. Baxın, həmin bu shape formatın da içində arrange var. Eyni əmrlərdə heç bir fərqi yoxdur. Sonra bring forward var, bir də bring to front var. Məsələn, ən axırdakı obyekti seçirəm, yəni kvadrat olanı. Tam kvadratda deyil, biraz dairə formadadır. Bring forward deyib, məsələn, əmrini tətbiq etsəm nə olacaq? Obyektin bir addım ön plana gəlmiş olacaq. Və bir geri qaydaq, biraz da ekran gəlib balacalaşdıraq. Mən indi deyirəm ki, bring to front deyim. Front onu birbaşa ən ön plana gətirir. Forward isə bir addım ön plana gətirir. Yəqin ki, aradakı fərqi görə bildiniz. Send backwardda da həmçinin. Send backward bir addım geriyə aparır. Send to back isə birbaşa ən arxa plana aparmaq üçündür. Sonra selection pane var. Ümumi olan obyektləri mənə göstərir. 3 dənə obyektim var. Onların hamısını birdən göstərə bilərəm, hamısını silə bilərəm. Burada məsələn bu işarəni bağlasam, bu göz işarəsini, artıq obyektim nə olur? Hide olmuş olur, yəni gizlənmiş olur. X deyib gəlin bağlayaq bunu. Align var. Align obyektin yerinin təyin edilməsi üçün sağda olsun, middle ortada olsun, sonra center mərkəzdə olsun. Bunları təyin edilmir, yerinin təyin edilməsi üçündür. Özü müxtəlif seçimləri sizin üçün burada qeyd edib olsunuz. Qrup əmri var. Hal-hazırda qrup deaktivdir. Çünki mən ən azı qrupun aktivləşməsi üçün ən azı 2 obyekt seçilməlidir. Məsələn, baxın, ikinci obyekti seçən kimi gəlin üçüncünü də seçək. Üçüncü obyekti seçən kimi artıq qrup aktivləşdi. Bu hissəyə daxil qruplaşdırdım. Baxın, obyekt qruplaşdırılanda bunların istiqaməti eyni olacaq. Eyni hərəkət edəcəklər. Məsələn, center deyən kimi avtomatik hamısı birdən hərəkət edəcək. Regroup əmri isə yenidən qruplaşdırma, ungroup isə qruplaşdırmanı ləğv eləmək üçündür. Sonra bir də var rotate. Rotate döndərmək deməkdir. Sağa 90 dərəcə döndər, sola 90 dərəcə döndər, vertikal formada döndər, ondan sonra horizontal formada döndər və vertikal deməli şaquli, horizontal isə üfüqü döndərməni bildirir. Sonra burada xırda detalına qədər dediyim imtahanı bundan əlavə heç nəyin düşmə ehtimalı yoxdur. Referansdan danışaq. Referansın içindəkilərin təbii ki, hamısını öyrənməyəcəksiniz. Burada vacib olan əmrlər hansılardır? Birinci gəlir table of content, mündərcət yaratmaqdır. Əslində siz mündərcət yaradanda avtomatik olaraq hər hansısa bir səhifələrə istinad eləmiş olursunuz. Elə ingilis dilinə referans nə deməkdir? İstinad eləmək deməkdir. Sırf istinadla bağlı olduğu üçün mündərcət yaratmaq referans tabındadır. Sonra var burada bizim footnote əmrimiz var. Gəlin hansısa bir tekst yazaq. Təbii ki, bizim məşhur sözümüz nədir? İnformatika. İnformatika yazdım mən bura. Baxın. İnformatikanı yazdım, düzdür. Sonra mən burada footnote əlavə eləyəndə nə olur? Footnote izah edici qeyddir. Ən azı bir dəfə olsun bədii ədəbiyyatı yəqin ki, oxumusunuz. Bədii ədəbiyyatlarda olur, indeksdə qüvvətdə 1 verir, sonra aşağı hissədə həmin sözün mənasını qeyd edir. Məsələn, not əlavə edəndə nə oldu? Ta ki, bu sözün mənasını yazıram bura. İzah edici qeyd deməkdir. Bir növ elə yadda saxlayın. Sonra footnote-u bildiniz. Footnote-un qısa yolu alt Ctrl F-dir. Yaxşı, bəs burada endnote nəyi bildirir? End nə deməkdir? Son deməkdir. Hər şeyin sonu yazı end yazılır. Nə deməkdir? Son deməkdir. Endnote izah edici qeydir. Sənədin sonuna əlavə edir. Footnote səhifənin, endnote isə sənədin sonuna əlavə edir. Tutaq ki, mənim 10 səhifəlik sənədim var. İzah edici qeydim
Qeyd verəcəyim söz də ikinci səhifədədir. Deməli, əgər endnote seçsəm, mənim o qeydimi 10-cu səhifədə aparacaq, yəni qeyd edəcək. Amma footnote isə elə həmin ikinci səhifədə. Sonra burada gördüyünüz əmrlərə ehtiyac yoxdur. Sadəcə hansı tabda olduğunu bilməyiniz kifayət edəcək. Bunu da yadda saxlamaq üçün çox qəşəng bir dənə yol deyəcəm sizə. Əgər hansı lent qrupunun içərisində insert sözünü görürsünüzsə, deməli yerləşəcək referans tabında. Baxın, burada da insert sözü var. Burada da insert sözü var. Burada da hamısında. Təkcə birinci tabında yoxdur. Daha doğrusu lent qrupunda. Sonra review'dan danışaq. Review deməli yenidən baxış, ondan sonra Azərbaycan ilə bəzən buna icmal da deyilir, amma elə siz review olaraq bilməyiniz kifayət edir. Birinci əmrimiz proofingdir. Proofing hissədə siz sinonimləri tapa bilərsiniz. Və bunun qısa yolu burada da qeyd olunur, Shift F7-dir və əmr olaraq da tezarusdur. Ola bilsin, soruşdu ki, bu tezarus əmri nə işə yarayır? Spelling and grammar, qrammatik səhvlərin yoxlanması üçün olan bir əmrdir. Sonra word count var, söz sayını bildirir. Ondan sonra word count'un üzərinə daxil olanda belə bir pəncərə açılır. Əslində bu pəncərə məncə sizə tanışdır. Çünki biz status barda, yəni vəziyyət sətrində də burada word'ün üzərinə klikləyəndə eyni əmr açılmışdı. Burada nəyi görə bilərəm? Mən səhifə sayını görə bilərəm, söz sayını, ondan sonra simvolların sayını görə bilərəm. Həm boşluqdan, həm də boşluqsuz. Paraqraf, yəni abzasların sayını, line-da sətirlərin sayını görə bilərəm. Spelling or grammar, qrammatik səhvləri yoxlayır F7-də. Həmçinin qrammatik səhvləri mən aşağıdan da yoxlaya bilərəm. Baxın, buradakı kitab kimi işarədən də yoxlamaq olur. Sonra read aloud var, sənədin səssiz şəkildə olması üçündür. Oxunması üçündür. Gəlin başqa bir sənəd açaq. Məsələn, gələk burada read aloud. Baxın, nə oldu? Sənədin səssiz şəkildə oxunması həyata keçirilmiş oldu. Check accessibility əsasən bəzi məhdudiyyətli şəxslərin istifadə etməsi üçündür. Məsələn, burada alt tekst əmri var. Məsələn, alt tekstə klikləyəndə bu hissədə siz hansısa bir qeyd yazırsınız. Məsələn, o qeyd əslində nə üçündür? Məsələn, əsasən hal-hazırda aktiv olmayacaq, çünki bəzi səsli proqramlar olur, tutaq ki, gözləm məhdudiyyəti olan şəxslər üçün. Həmin proqrama daxil olanda, əgər alt tekst tətbiq eləmisinizsə, onu səsli şəkildə oxuyacaq. Maksimum hissə imtahanda necə düşə bilər? Bu, screenshot eləyər, soruşar ki, hansı tabdadır, review'un içindədir. Bir də deyə bilər ki, nə üçündür? Məhdud imkanlı şəxslər üçündür. Sonra bizə nə gəlir? Translate və language hissəsi. Translate tərcümə eləmək üçündür. Sənədin seçdiyiniz hissəni ya da ümumilikdə dokumenti tərcümə eləyə bilərsiniz. Amma məsləhət görməm, çünki düzgün şəkildə tərcümə eləmir. Language bilirsiniz ki, dil deməkdir. Language hissəyə daxil oldunuz. Sənədin dilini dəyişə bilərsiniz. Həm seçdiyiniz hissəni, hal-hazırda dokumentinizi də dilini dəyişə bilirsiniz. Burada dil seçimlər çoxdur. Bir də aşağı hissədə belə bir seçim var. Deyir ki, don't check spelling or grammar. Qrammatik səhvlərdir, yoxlama. Sonra var ki, burada detect language automatical. Avtomatik olaraq dili özü müəyyənləşdirmək üçündür, aşkarlamaq üçündür. Yəni, hansısa bir dil seçməyinizə ehtiyac yoxdur, özü avtomatik aşkar eləyəcək hansı dildir. Dil səhv seçiləndə nə baş verir? Bəzi əmrimiz var, məsələn, necə deyək, tutaq ki, sənətdə işləyirsiniz, görürsünüz ki, altından çoxlu qırmızı dalğalı xəttlər çəkilir. Qırmızı dalğalı xəttlər orfoqrafik səhvləri bildirir. Mavi 2 xətt isə yadda saxlayın, qrammatik səhvləri bildirir və bu qəbul sualıdır. Nəzərinizdə olsun və qeyd dəftəriniz varsa mütləq şəkildə qeyd edin. Qırmızı orfoqrafik, mavi 2 xətt isə qrammatik səhvi bildirir. Məsələn, gələk bunun dilini dəyişək. Azərbaycan dilində deyirəm, bunu ingilis dilində elədim. Baxın, avtomatik qırmızı dalğalı xəttlərlə dolmuş olur sənədi. Ondan sonra language-dən də danışdıq. Comment əlavə eləmək var. Comment əlavə eləmək həm insert-ün içində var, həm də dedik ki, review-nun içində mövcuddur. Sonra burada markup və tracking əmri var. Bu əmrlər bir dəfə tracking
BB qəbuluna düşüb dekabrda. Soruşmuşdu ki, hansı tabda yerləşir regionun içində. Bəs böyüdüm ekran. Tracking deməli sənəd haqqında sonuncu dəyişiklikləri görmək üçündür. Əgər track change əmrini seçmisinizsə, məsələn, mən sənəddə hansısa bir dəyişiklik eləyən kimi avtomatik o dəyişikliklər görünür. Deməli, bu dəyişiklik olunur. Ondan sonra log deyib bağlaya bilərsiniz. Burada kiliddə təyin edə bilərsiniz eyni zamanda. Sonra bir də var markup. Markupla tracking bir-birindən əlaqəli olan lent qruplardır. Track change dəyişiklikləri yazmaq üçün də markup bizə həmin dəyişiklikləri necə görəcəyini seçmək üçündür. Şu an nə deməkdir? Göstərmək deməkdir. Sadəcə harda yerləşdiyini bilin və nə iş yaradığını bilin, kifayət edəcək. Compare sənədi müqayisə eləmək üçün elə compare sözü tərcümədən də çıxır. Bir də var protect lent qrupu. Onun da içində restrict editing var. Girişi məhdudlaşdırmaq üçün də. Giriş deməyək də, daha doğrusu redaktəni məhdudlaşdırmaq üçün. Çünki editing nə deməkdir? Redakt etmək deməkdir. Buradakılar bitdi. İndi view-dan danışaq ən sonuncu. View görünüş deməkdir. Ümumiyyətlə bizim Word proqramımızda 5 dənə görünüş rejimi var. Read mode, print layout, web layout, outline, draft. Bunlardan ilk üçü var, hansı ki iki sözün birləşməsindən ibarətdir. Bunlar eyni zamanda vəziyyət sətrində, yəni status barda da mövcuddur. Tam ekran eləyək. Biz proqrama daxil olanda default olaraq print layout olmuş olur. Və print layout görünüş rejimində hər şey görünür. Xattkeşlər, şəkillər və lent qrupları. Web layoutda baxın, print layout kimi ad baxımından da çox oxşayır. Sadəcə web layoutda şaquli xəttkeş görünmür. Baxın, sənəd tam en boyunca verilmiş oldu. Şaquli xəttkeşin yeganə göründüyü görünüş rejimi print layoutdur. Sonra bir də var read mode var. Read mode oxu rejimidir. Oxu rejimində nə xəttkeşlər görünmür, nə tablar görünmür. Görünən sadəcə şəkillərdir. Özünüz də düşünün. Əgər mən sənədə oxu rejiminə qoymuşamsa, bunda bir düzəliş eləməyəcəm, rəngini dəyişməyəcəm və s. Başqa bir əməliyyatlar yerinə yetirməyəcəm də. Sadəcə mənə nə lazım? Xəttkeş də mənə lazımdır. Sadəcə səndə baxmaq lazımdır. Bunun üçün deməli, read modda sadəcə görünən şəkillərdir. Escape düyməsini basaraq da həmin rejimdən çıxa bilərsiniz. Sonra burada var outline. Outline həmişə lent sözünün, outline lent, biraz əlaqəlidir. Burada sadəcə görünən lent qruplardır, şəkillərdir, xəttkeşlərdir görünmür. Və biz outline-a daxil olan zaman outlining adında bir dənə görünüş rejim, bir dənə tab yaranır. Düşünə bilərsiniz ki, bu sonradan yarandığı üçün hər halda alət tabıdır. Xeyr, outlining bizim əsas tabımızdır. Birinci dərsimizdə faylda option içində tablar hissəsində göstərmişdim. Hansı əsas tablarımız var və hansı alət tablarımız var. Orada da qeyd eləmişdim ki, outlining bizim nədir? Əsas tabımızdır. Sadəcə sırf ancaq outline rejimində aktiv olur. Ondan sonra bizim print layoutu dedik. Bir də qaldı draft. Draftda sadəcə üfüqi xəttkeş və lent qrupları görünür. Bunların hansında nələr görünür, görünmür. Bunu ayrıca materialın sonlarına yaxın cədvəlin içərisində xüsusi olaraq qeyd eləmişəm. Belə print layoutun içərisinə mən təzəmrəyə daxil oldum. Sonra var immersive reader var. Immersive reader-ı aktivləşdirəndə immersive reader adına bir dənə alət tab yaranacaq. Baxın. Bu immersive reader-ın içərisində nələr var? Burada var column viz var. Sütun elinə təyinləşdirə bilərəm. Narrow deyinə daha dar olacaq. Yaxın very narrow deyil. Moderate biraz daha geniş. Narrow-nun içərisinə qoyaq. Sonra page color var. Rəngini dəyişmək üçün nam deyə bilərəm. Burada korичневый və bir də ki, qara rəng tonları mövcuddur 3 dənə. Bu hissədən indiyə qədər qəbul sual düşməyib. Sadəcə düşmə ehtimalı var deyə xüsusi olaraq qeyd edirəm. Line focus var. Məsələn, burada sırf kursorun olduğu hissəni xüsusi focus şəklində sizə göstərəcək. Baxın, bir sətir aşağıya düşür. Sonra non deyək. Text spacing deməli simvollar arasında kifayət qədər boşluq təyin eləmək üçündür. Burada belə bir əmrimiz var. Syllabless. Bu əmr sözün hecalara ayrılmış şəkildə göstərir. Hal-hazırda bu aktiv olmadı, çünki Azərbaycan dilində bu seçilmiş bəzi dillər üçün xarakterdir.
xarakterlikdir. Məsələn, Azərbaycan dili yox. Əgər ingilis dili seçək, Məsələn, bu əmrə daxil olanda nə olacaq? Əslində, baxın, nöqtələrlə hecaları göstərir. Baxın, məsələn, düzgün şəkildə göstərmir, çünki mənim bu seçdiyim dil Azərbaycan dilidir, onun üçün. Bağlaya bilərik bu əmri, sonra gəlin dilimizi əvvəlki vəziyyətinə qaytaraq Azərbaycan dilinə. Okay. Sonra read aloud əmri həmçinin burada da var. Həm review'nun içində read aloud ayrıca bir lent qrupu kimi var. Baxın, review'nun içində. Speech lent qrupun içindədir read aloud. Eyni zamanda immersive reader da içində mövcuddur. Close deyib bu rejimdən çıxa bilərik. View'nun içində başqa nələr vardı? Sonra page movement var. Sənədin vertikal və yaxud side to side yanaşı şəkildə göstərməsi üçün də show var. Show nə deməkdir? Göstərmək deməkdir. Demək, neysə həmişə görünüb görünməməsi harda olacaq? Show'nun içində. Eyni zamanda show özü view'da yerləşir. Biraz yazılış tərzləri də oxşayır bir-birinə. Deyirəm ki, xəttkeş görünsün ya görünməsin. Grid line tor xəttidir. Tor xətti görünsün, görünməsin. Navigation pane eyni zamanda. Navigation pane bilirsiniz ki, find əmrindən sonra aktivləşir və yaxud da Ctrl F-dən sonra. Sonra burada zoom var, miqyas hissəsi var. Sən də miqyasını seçə bilərəm buradan. 100%-də, yəni standart olaraq 100%-də qəbul edilir. One page-də də, hal-hazırda multiple page deyəndə, yəni çoxlu sayda səhifələr eyni zamanda görünə bilir. One deyək və bu zaman miqyas sözü kiçilir biraz. Bunu böyütmək lazımdır. Sonra page width var. Eni təyin etmək üçündür. Özü eyni şəkildə verdi səhifəni. Təbii ki, bunu biraz da balcalaşdıra bilərik. Sonra nə gəldi? Burada window gəldi. Window pəncərə deməkdir. Tələbə çox zaman new window'nu görən kimi düşünür ki, yeni bir Word sənədi yaradıldı. Yeni Word sənədini yaratmaq new əmri vasitəsilə də Ctrl N ilə də bunu aktivləşdirə bilərsiniz. Eyni zamanda Quick Access toolbarı içərisində də new-nu bura aktivləşdirərsiniz. Bunu da üzərinə vuranda yeni bir Word sənədi yaranmış olur. Bu isə cari sənədi yeni bir pəncərədə açmaq üçündür. Məsələn, new window desəm, eyni bir sənəd nə oldu? Başqa bir pəncərədə açılmış oldu. Fərq görürsünüz, sənəddə hər şey olduğu kimi qalır. Sonra arrange all desək, hamısını eyni zamanda göstərmək üçündür. Olmasa gəlin bir dənəsini seçək. Split deyəndə bunları kəsəcək. Split nə demək? Hissələrə böləcək. Sonra burada remove split var. Hissəyə bölünmüş, yəni ləğv eləmək üçündür bu əmrə. Side by side yanaşı qoymaq üçündür. Yəni bir dənə seçdiyimi ləğv elədim deyə onun üçün aktivləşməli. Switch window pəncərələr arasında keçid eləməkdir. Bir də var makros əmri. Alt F8-dir qısa yolu. Makros əmrinin view'da yerləşdiyini bilin. Qısa yolun Alt F8 olduğunu bilin. Bir də baxın. Makros əmri nə üçündür? Tez-tez istifadə etdiyim əmrləri bir dənə qısa yol altında birləşdirmək üçündür. Ta ki, mənim ürəyim istəyir ki, Ctrl, məsələn, V-ni basanda yazı həm italik olsun, həm qırmızı olsun, həm də altından xaç çəkilmiş oldu. Yəni, bir növ öz istəklərimə uyğun olaraq Word proqramını tənzimləmək üçündür. Bir neçə əmri bir qısa yol altına birləşdirmək üçündür. Deməli, Word-ün nəzəri hissəsi bu qədər idi. İndi mən sizə bu cədvəllərlə bağlı bəzi məsələ tipi var. Onlardan danışacağım. Bilirsiniz ki, cədvəl yaratmaq insert-ın içində table əmridir. Ta ki, mən burada belə bir cədvəl yaratdım. 3-ün 4-ə cədvəl. Cədvəl yaradan zaman table design və table layout-ın aktivləşdiyini bilirəm. Burada belə bir əmrlərim vardı mənim. Merge cell, bir də vardı split cell. Məsələn, deyir ki, bizə məsələdə, deyir ki, 3 sətir 4 sütundan ibarət olan bir cədvəl yaradılmışdır. Deyir ki, həmin bu cədvəlin birinci sətri seçilir və merge cell əmri tətbiq olunur. Deyir, ən sonunda cədvəldə neçə dənə xana olacaq? Bu tip məsələni həll eləmək üçün nəyi bilməliyik? Yəni, gözləyim, mən qələmi aktivləşdirim.
Tutaq ki, birinci bu hissəni seçdim. Deyir ki, seçilir və merge cell əmri tətbiq olunur. Merge cell xananın birləşdirilməsi üçündür. İndi burada sayaq görə neçə dənə oldu? Deməli, 4 dəfə 2, 8, ümumilikdə 9 xana oldu. Yaxşı, indi imtahanda sizin qarşınızda Word olmayacaq. Bunu qısa şəkildə necə tapa bilərsiniz? Gəlin yazaq. Deməli, bizə nə deyilmişdi? Bizə deyilmişdi ki, 3 sətirdir, 4 dənə də sütunda. Mən bilirəm ki, sətir və sütunu bir-birinə vuranda xana sayını tapmış oluram. Mənim birinci sətrimin, yəni birinci sətr seçilir və merge cell tətbiq olunur. Merge cell xanaların birləşdirilməsi üçündür. Əvvəlcə bu əmrin nə işə yaradığını bilməlisiniz. 3 sətrimdən biri sıradan çıxdı. Yerdə 2 sətrim qaldı, 4 sütunda olduğu kimi. Hazır 4 dəfə 2, 8 xanam olduğu kimi var. Bunlar üzərində yəni heç bir dəyişiklik olmayıb. Amma birinci sətrimdəkilərin hamısı birləşibdir. Bir dənə də xana orada var. Ümumilikdə toplayanda sizə verəcək 9 xana formada. Və yaxud da məsələn eyni bu məsələni verək, gəlin biraz dəyişiklik edək. Tutaq ki, bizim 5 sətir və 4 sütundan ibarət olan bir cədvəlimiz var. Deyir ki, məsələn, cədvəlin ilk 2 sətri seçilir və merge cell əmri tətbiq olunur. Deyir ki, cədvəldə neçə xana olacaq? Aslında tapmaq kifayət qədər sadədir. Yazın, 5 sətrimiz vardı, 4 dənə sütunumuz vardı. 5 sətrimdən ikisini sıradan çıxardıram. Çünki onlar birləşib. Yerdə neçə sətrim qaldı? 3 dənə sətr qaldı. 4 dənə sütun olduğu kimi. Deməli, yəni 4 dəfə 3, 12 dənə sütunum var. 12 dənə daha doğrusu xanam var. Belki 2 dənəsi bunlar birləşmişdi axı. Birləşəndən sonra artıq onlar bir xana kimi qəbul edilir. Üzərinə 1 gəlin, o da bizə verəcək 13. Sonra biraz çətin hissəyə toxunaq. Deyir ki, məsələn, deyir ki, birinci sətrin ilk 2 sütunu seçilərək merge cell'lərini tətbiq olunsa nə baş verir? Birinci sətr budur. Birinci sətrin ilk 2 sütunu budur. Deməli, bu hissəni seçir. Mən merge cell tətbiq eləsəm, bu 2 xana birləşmiş olacaq. Və əgər sualda məndən ümumilikdə neçə xananın olduğunu soruşarsa, necə yazıram? Baxın. Mənim 5 sətrim vardı, 4 dənə sütunum vardı. Birinci sütunumda dəyişiklik oldu. Yerdə neçə sətrim qaldı? 4 sətrim var, 4 sütunda olduğu kimi. 4 dəfə 4, 16 dənə xanam olduğu kimidir. Və üzərinə nəyə gələcəm? Mənim birinci sətrimin hamısına merge cell tətbiq olunmayıb, baxa. İlk 2 sətrinə tətbiq, daha doğrusu ilk 2 sütununa tətbiq olunur. Bunlar birləşəcək olacaq bir dənə xana. Amma digər 2 xanası olduğu kimi qalıb, bax, üzərinə 2 gələndə bu da bizə verəcək 19 cavabını. Merge işimiz bitdi. İndi gəlin split əmrindən danışaq. Deməli, split cell nə edəcək? Split cell xananın hissələrə bölünməsi üçündür. Ta ki, yenə deyir ki, 5 sətr 4 sütundan ibarət olan bir cədvəlimiz var. Deyir ki, cədvəlin birinci sətri seçilir və burada gördüyünüz əmr tətbiq olunur. Ta ki, buna 8 demək, 7 deyək. Bu deməkdir ki, sizin deməli o birinci sətriniz ümumilikdə 7 hissəyə bölünəcək. Əgər burada mavi işarə olarsa, bax, mavi işarəni görəndə əslində bunun izahını növbəti rekordda demişəm. Baxın, birinci sətr 7 hissədir. Yerdə qalan 4 sətr, daha doğrusu 4 sətr 4 sütunum olduğu kimidir. 4 dəfə 4, 16 dənə xanam hazır vardı bayaqki kimi. Üzərinə 7 gələndə bu da mənə verəcək 23. 23 cavabını görəcək. Bəs yaxşı, orada mavi işarə olmasıydı nə baş verərdi? Gəlin biraz tərcümə eləyək. Məsələn, seçdim bunu. Mavi işarəni əgər buradan götürsəm, yazıb ki, merge cell before split. Deyir ki, hissələrə bölməzdən əvvəl birləşdir. Mən bayaq elə birləşdirdiyim üçün ümumilikdə bu 4 xana 7 xana kimi özünə apardı. Əgər bu işarəni götürüb, bu hissəyə də 7 yazsam mən, onda mənim hər bir xanam özü ayrıca 7 hissədən ibarət olacaq. Baxın, hər xana 7-yə bölündü. Bu zaman xanaları tapmaq üçün, əgər bir xanam 7 hissəyə bölündüsə, 4 xanam varsa birinci sətirdə 7 dəfə 4, deməli 28 xana olacaq və yerdə qalan 4 sətrimdə də heç bir dəyişiklik olmadığı üçün 4 dəfə 4 mənə verəcək 16, bir yerdə cəmdə 44 eləyəcək.
Bu belə. Gəlin bir dənə də bir çətin məsələyə baxaq, ondan sonra rekordu yekunlaşdıraq. Məsələn, deyir ki, biraz da əlavə edək. Deyir, 6 sətir, 4 sütundan ibarət olan bir cədvəl var. Deyir ki, bu cədvəlin ilk iki sətri seçilir və merge cell əmri tətbiq olunur. Sonra deyir ki, ən sonuncu xanası, cədvəlin ən sonuncu sətri daha doğrusu seçilir və dəqiqə birbaşa böldüm və split cell əmri vasitəsilə burada yazaq ki 9, 10, 11 yazaq. 11 hissəyə bölündü. Deyir cədvəldə ən sonda neçə xana olacaq? Bunu tapmaq üçün gəlin həllini yazaq. Nə demişdik? Bizim 6 dənə sətrimiz vardı. 4 dənə sütunumuz vardı. Cədvəlin ilk iki sətri, bir də axırıncı sətrini sıradan çıxardım. Yerdə neçə dənə istifadə olunmamış sətr qalacaq? 3 dənə. 4 dənə sütun olduğu kimi 12 dənə eləyəcək, düzdür? 12 xanam qaldı bu yerində. Üzərinə 1 gəlirəm. Niyə görə 1 gəlirəm? Çünki mənim ilk iki sətrim merge cell-lə birləşəndə artıq o özünə 1 xana kimi qalacaq. Üzərinə 1 gəlirəm. Sonra üzərinə mən 11 gəlməliyəm. Yaxşı, 11 niyə gəlməliyəm? Çünki split cell xananı hissələrə bölür. Əgər mənim axırıncı sətrim seçilib, ora 11 yazıbsa, 11 hissəyə bölünəcək. Bu da eləyəcək neçə? 12, 1, 11, 24. 24 eləyəcək. Əgər mənim axırıncı sətrim, məsələn, yenə də bir məsələ deyək. Deyək, yenə 6 sətr, 4 sütundan ibarət olan bir cədvəldir. Deyir ki, cədvəlin ilk iki, cədvəlin belə deyək də, sonuncu sətrinin ilk iki sütunu seçilir və split cell əmri vasitəsilə belə bir deməli tənzimləmə verib bizə. 4-ün neçə eləyib? 5-in 4-ə verib. Bu nə deməkdir? Deməli, mənim cədvəlimin ilk iki sütunu var, ha, axırıncı sətrlə. Həmin hissə özü 5 sütun 4 sətrə bölünəcək. Mən bilirəm ki, sətr sayını sütun sayına vuranda mənə xana sayını verəcək. O da eləyəcək 20. Deməli, mənim 6 sətrim vardı, 4 dənə sütunum vardı. Cədvəlimin ən axırıncı sətrində dəyişiklik elədim. Yerdə qalan 5 sətrim olduğu kimidir. 5-i 4-ə bizə verəcək neçə? 20 dənə xana. Bu olduğu kimi. Axırıncı sətrin ilk iki xanasından mən dəyişiklik eləmişəm də və dəyişikliyi necə eləmişəm? 4-ün 5-ə vermişəm. 4 dəfə 5 neçə eləyəcək? Üzərinə gələcəm 20. 2 dənə xanası da olduğu kimi qalmışdı. Üzərinə 2 gəlinə bu da bizə verəcək 42. Gəlin bunun tətbiqində göstərim sizə. Okey desəm, baxın. Bu hissə özü 4-ün 5-i oldu. Bunlar isə olduğu kimi qaldı. Dərsimiz bu qədər. Word-la bağlı başqa nə sualınız olsa dərsdə qeyd eləyərsiniz.